Mən hər vaxt deyirəm, gəlin qaydaq, keçmişdə olan nənə babalarımız, valideynlərimiz ki, kişi bir addım qabaqda gedirdi, qadın onun arxasınca gedirdi. Bu nə demək idi? Bu qadının kişiyə olan böyük hörməti idi. Heç kəsin əzilməyini istəmir. Mən təklif eləmirəm ki, qadın əzil, amma yerini bil, həddini bil. Bizim bir əxlaq polislərimiz yaransın və bunları bir yığıb yığışdırsınlar. Konstitusiyanın 25-ci maddəsində açıq şəkildə göstərilir ki, kişi ilə qadın eyni hüquq və azadlıqlara malikdir. Bu videoda isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı Dövlət Universitetinin hüquq professoru Məhəbbət Dəmirçiyevanın nə danışdığını gördünüz. İndi cəmiyyət gender bərabərliyi ilə bağlı nəyə istinad etməlidir? Konstitusiyaya, yoxsa bu hüquq professoruna? Konstitusiyanı hüquq professorundan kim daha yaxşı bilməlidir ki? Məsələ buradadır ki, cəmiyyətin müxtəlif sahələr üzrə ekspert kimi təqdim olunan şəxslər qanuna zidd şəkildə davamlı olaraq gender bərabərliyinin əksinə fikirlər səsləndirirlər. Belə olan halda isə gender əsaslı ayrı seçkiliyin nə qədər təhlükəli tendensiya yarada biləcəyini təsəvvür etmək heç də çətin deyil. Çünki cəmiyyətə ekspert kimi təqdim olunan şəxslərin fikirləri cəmiyyət tərəfindən sorğusuz qəbul edilir. Buna argumentasiya nəzəriyyəsində avtoritetə apellyasiya deyilir. İndi isə Məhəbbət Dəmirçiyevanın fikirlərini analiz edək. Qadın əzilməsin, amma həddini bilsin ifadəsi manipulativ kommunikasiyanın ən bariz nümunəsidir. Fikrin müəllifi özünü əvvəlcə humanist kimi göstərir, dərhal ardınca gələn yerini bil, həddini bil ifadəsi isə bu humanizmi tamamilə inkar edir. Yerini bilmək qadının ikinci dərəcəli rolunu bildirir və ona biçilən bir çərçivədir. Xanım ekspertin nənə-babaları istinad etməsi isə heç də təsadüfi deyil. Çünki bu cəmiyyətin stereotipidir. Ancaq burada hansı nənə-babadan söhbət gedir? Məsələn, ilk qadın diplomat Sarı Xatun, Məmmədəmin Rəsulzadənin əmisi qızı, şairə Ümmü Gülsüm, maarifçi Həmidə Cavanşir və yaxud da Həsən bəy Zardabinin həyat yoldaşı Hənifə xanım Məlikova bu nənə-babaya daxildir, yoxsa onlar inkar olunur? Deməli, bu nümunələr çəkilməməklə onlar inkar edilmiş olurlar. Belə olan halda isə mücərrəd, heç bir mənbədə adı olmayan nənə-baba arqumentindən sonra yerini bilmək ifadəsinin nümunəsi haradadır? Ümumiyyətlə, yerini bilmək nə deməkdir? Qadının hüquqi statusunu kim müəyyən edir? Qanunlar, yoxsa qanunları heçə sayanlar? Söhbətin kulminasiya nöqtəsi isə əxlaq polisinin yaradılması təklifidir. Əxlaq polisinin olduğu ölkələri nümunə çəkək. İran, Əfqanistan, Səudiyyə Ərəbistanı. Amma məsələ budur ki, bu ölkələr dünyəvi deyil, teokratik ölkələrdir. Azərbaycan isə dünyəvi ölkədir. Əfqanistanda isə buna modern bir ad da tapıblar. Əxlaqın propagandası və pisliklərin qarşısının alınması nazirliyi. Belə olan halda isə nəticəsi baxın budur. Bu təklif həm də ona görə təhlükəlidir ki, əxlaq polisi dünyəvi dövlət prinsipinə tamamilə ziddir. İndi nə etməli? Konstitusiya, dövlət quruluşu dəyişilməlidir. Bunu təklif edirsiniz. Təəssüf doğuran məqam həm də budur ki, bu fikirlərin müəllifi şərqdə qurulmuş ilk demokratik cümhuriyyətin ilk universitetinin hüquq professorudur.